Sonra qolum zarajenini verdi. Keçdilər buzovnada. Yəni indi məndən pul istəyirlər 500 manat həkimlər. Pensiyaya çıxmamı. 2 dənə kağız nədir onu vermirlər. Gidim prezident aparatında otururum qurban sənə. Özümün də bir dənə daxması var. Heç yerdə iş yerimiz yox. Özüm şikəst adam, bir qolum yoxdur. Hə, getmişəm bax dəfələrlə icra hakimiyyətinə Elnur Rızayev Xaçmazın icra hakimiyyətinin yanına qapını üzümə bağlayıb dağdan qaçıb çıxıb gedir. Belə olmaz. Biz Azərbaycan vətəndaşıyıq. Yaramaz axı. Mən indi ayıbdır mənim ki gedib durub diləkçilik eləyib. Şikəst adamam, heç kəs baxmır. Mən olmuşam 93-də Ağdərə, Ağdam. Ağdərədə o vaxtı polkovnik var idi, Necməddin Sadıqov. Bəlkə də tutdular onu. Xaçmaz batalyonu. Sonra batalyonumuz dağıldı. Çıxdıq mühasirəyə, özüm kəşfiyyatçıyım. Getdim Ağdama, Qiyamətli, Mərzili, Xaçmaz batalyonu. Ondan sonra əlimdə biraz problem oldu, qaşadım. Yəni ki, oldu qapqarı, keçdilər əlimi buzovnada. İndi buzovnadan kağız veriblər, bir dənə kağız. İkinci kağızı almaq üçün oradan çıxarış vərəqəsi 500 manat məndən pul istəyir. Mən 500 manat kimdən aldım? Mənə hələ o vaxtı döyüşlərdə oldum. Bu ikinci müharibədə yox, birinci müharibədə olmuşam. Ağır döyüşlərdə. İkinci müharibədə gördülər ki, vəziyyət pisdə, ayağımda yadlar var. Operasiya olub ayaqlarım. Keçdilər qolumu keçəndən sonra tikdilər. Yatdım orada bir ay yarım. Orada da çıxanda qardaşım 500 manat pul göndərdi Moskvadan. Verdim həkimlərə ki, ora bura. Bir dənə çıxarış kağızını ala bilmədim. İndi getmişəm oraya, bir dənə çıxarışı verib, aparmışam Xaçmaza. Keçmişəm qeydiyyatdan, həkimlərdən. Deyib, problem yoxdur, Qubada da işi, kart gələcək. O bu Allah'tır, orada da bir 100 manat aldılar məndən. Nə kart gəldi, nə heç nə gəlmədi.